Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib. Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. Həmin gəncə sakitliyə riayət etməsi bildirilsə də, o xuliqanlıq hərəkətlərinə davam edib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb. Nəticədə həmin şəxs saxlanılıb və barəsində Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsində inzibati protokol tərtib edilib. Məlum olub ki, saxlanılan 2008-ci il təvəllüdlü şəxsdir. Onun barəsindəki protokol rayon məhkəməsinə göndərilib. 18 yaşlı gənc ifadəsində bildirib ki, sənədlərini universitetə təqdim etməyə hazırlaşırmış. Universitetə sənədlərimi təqdim etmək üçün bir günüm qalmışdı və 3-ün 4-ü ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım, lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün bir gün vaxtım var. Xahiş edirəm məni bağışlayasınız. Xətai rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 20 gün müddətinə inzibati həbs olunub.